Ben Azərbaycanlıyam. Mən sabah gəldim Məkkəyə. Yardımcı başqa bir müsəlmanla görüşdüm. Pakistandan görüşdüm. Nə bilim, İngiltərədən görüşdüm. Biz necə bir yerdə qılaq namaz? O İngilis dilində qılacaq. Bu Urdu dilində qılacaq. Görürsünüz, bu artıq vəhdəti də pozur. Aydındır? Ona görə namazda biz Quran-ı Kərimi oxuyuruq. Quran-ı Kərimi ərəb dilində oxuyuruq. Çünki o belə nazil olub. Quran-ı Kərim ancaq ərəb dilindədir. Qeyri-ərəb dilində nədir? Quran-ı Kərimin mənasının tərcüməsidir. Ona görə də müsəlmanlar siz özünüz görürsünüz. Məkkədə, Kəbənin ətrafında 100 minlərlə müsəlman yığışır, bir dənə namaz qılır. Niyə görə bir yerdə qıla bilirlər? Çünki bir dənə namaz qılırlar. Hansı ki, ərəb dilindədir. Lakin hər müsəlman öz dilində qılsaydı, onlar belə yığışıb Kəbədə qıla bilərdilər. Heç vaxt. Aydındır? Ona görə namaz qılmalısan, sən Peyğəmbər sallallahu necə eləyib? Dua isə Allaha müraciət, Allahdan nəsə istəmək, öz dilində əlbəttə ki, eləməlisən.